Gənclər salam, hər vaxtınız xeyir olsun. 12-ci sınavın izahına baxırıq. Birinci sual. Həm boğum ayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklərdir. Həm boğum ayaqlarla, həm də abiotik amillərlə yayılan xəstəlik Taun və tuleremiya xəstəliyidir. 2 və 5 burada A variantı olacaq. Bunu 10-cu sinif epidemiologiya bölməsində verilib bu məlumat. Oradan necə yadımızda saxlayaq? Həm buğumayaqlar, həm də abiotik amillər. İki faktor var. Teta tet, iki dənə t, tulyeremiya. Bir də var idi ki, yalnız buğumayaqlar vasitəsilə yayılan xəstəliklər. Bunu mən belə deyirəm. Yalnız buğumayaqlılar SMS yaza bilir. Səpkili, malyariya, sarı qızdırma. SMS dediyim bunların baş hərfləri idi. Yadda saxlamağınız üçün deyirəm. İkinci sual, fotosintezin sürətinin havadakı karbon qazının miqdarından asılılıq qrafiki verilmişdir. Dərsliyimizdə verilmiş test tapşırığının qrafik formasıdır. Orada da var idi bu. Qrafikləri özünüz doldurmalısınız 10-cu sinif dərsliyində. Düzgün variantımız C-dir. Çünki müəyyən bir həddə qədər artacaq, amma ondan sonra stabil gedəcək. Aşırı karbon qazının olması bitkinin özündə boğulmasına gətirib çıxardar. Üçüncü sual, embrional inkişafı mayalandıqdan sonra xaricə qoyulan yumurtanın içərisində gedirsəm. Cəld kərtənkələ mayalanmış yumurta qoyur. Biz artıq yumurta qoyanları seçəcəyik. Mayalanmış yumurtanın içərisində gedir. Sonra demək, çöl göyərçini deyə bilərik və bir də ördək burun yumurta qoyurdular. 1, 4, 5 düzgün cavabımız olacaq. C variantı. Dördüncü sual, bir arı ailəsi populyasiyasında cəmi 50 fərd götürülüb. Bu fərdlərin əmələ gəlməsində mayalanmada 66 qamet iştirak edir. Demək, dişi arılar diploiddirlər və bunlar mayalanmadan əmələ gəlir. Erkək arılar haploiddirlər, bunlar mayalanmadan əmələ gəlmirlər. Əgər 66 qamet iştirak edibsə, deməli burada 33 fərd var. Çünki bir fərdin əmələ gəlməsində 2 qamet iştirak edir. O zaman bu 50 fərddən 33-ü dişidir. Çünki mayalanmadan dişilər əmələ gəlir. Deməli, 17 dənə fərd erkək fərd olacaq. Bu fərdlərin hər birinin bir somatik hüceyrəsi götürülərsə, bu hüceyrələrin xromosom dəstlərinin hər birinin bir somatik hüceyrəsi götürülərsə, bu hüceyrələrin xromosom dəstlərinin cəmi neçə olar? Demək, 66 dənə xromosom dəstlərinin cəmidir. Diploiddirlər bunlar. 66 fərd diploiddirlər. 2-yə vuranda 33-ü. Yəni eləcək 66 dənə xromosom burada. Amma 17 dənə arı erkək arıdılar ki, bunlar da haploidlər. Yəni 66 N dişilərdədir, 17 N erkəklərdədir. Toplayanda 83 N xromosom dəstlərinin cəmi olacaq. Düzgün cavabımız A variantı. 5-ci sual, ağciyərləri göstərmiş canlı haqqında hansı fikir yanlışdır? 10-cu sinif dərsliyində verilib əqrəblərin demək, tənəffüs orqanının quruluşudur. Növ sayına görə ən böyük tipin nümayəndəsidir. Bəli, buğumayaqların nümayəndəsidir. Sadə gözlərə malikdir. Bəli, hörümçək-kimlərə aid olduğuna görə gözləri sadədir. İnkişafı dolayı yolla gedir. Yox, əqrəblər diri bala doğururlar. Ona görə də inkişafları düzünədir. 6-cı sual, cümləni tamamlayın. 4 kameralının meydana çıxdığı geoloji dövr söhbət triasdan gedir. Toxumlu qıcılar yox oldu. Elə düzgün cavabımız budur. Arxipteryxin meydana çıxması Yuradır. İlk iynəyarpaqlılar daş kömürdür. Stegosefallar Devondur. Əsl məməlilər də təbaşirdir. Yəni bizə lazım idi ki, 4 kameralı ürək triasda meydana çıxıb, triasda da toxumlu qıcılar. Trias, toxumlu qıcıların yox olması. Timsah, amma timsah triasın sonundadır. Yəni trias T ilə gəlsə də timsah sonunda yaranıb. Belə yadımızda saxlayaq. Ümumiyyətlə, ilk dəfə 4 kameralı ürək timsah deyil, ilk məməlilərin özləridir. Sadəcə timsah da həmin dövrdə yaranıb. 7. Doğru fikri tamamlayın. 2 növ sümük iliyi olan sümüklər söhbət uzun borulu sümüklərdən gedir. Gövdə skeleti ilə birləşir? Yox. Uzun borulu sümüklər yuxarı ətraflarda kürək sümüyü ilə birləşir.
Bir də əl pəncəsi ilə birləşir, darağı arxası sümükləri ilə. Aşağı ətraflarda da çanaq sümüyü ilə birləşir, bir də yenə ayaq pəncəsi ilə birləşir. Uzun borlu sümüklər dediyimiz bazu, said və bud baldır sümüklərdirlər. Buna görə də gövdə skeleti ilə birləşirmi? Xeyr. Qarışıq sümüklərə aid deyil, uzun borluqlar qurşaq skeletinə aid deyil, ətrafların sərbəst hissəsidir. Gövdə skeletinə aid ola bilər? Yox, gövdə skeletinə aid olmaz, ətrafların skeletinə aiddir. Yastı sümüklərlə birləşmə əmələ gətirir? Bəli. Yastı sümüklərlə bazu sümüyü kürək sümüyü ilə birləşir, bud sümüklər də çanaq sümüyü ilə birləşir. 8-ci sual. Sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Hüceyrədə sərbəst amin turşularının sayını azaldır. Elə buradan bilməliyik ki, əgər sərbəst amin turşularını azaldırsa, deməli onları birləşdirir, zülal formasında sintez eləyir. Bütün canlı hüceyrə yazsaydıq bura daha düzgün olardı. Bütün canlı hüceyrələrdə olur. Polisom adlanan qruplar şəklində birləşə bilir. Bəli, 4-40 ribosomdan ibarət olan polisom qrupları vardır. Söhbət ribosomlardan gedir. Düzgün cavabımız B variantı. 9-cu sual. İnsanın ontogenez zamanı neçə növ arteriya damarında venoz qan axır? Bir, ağciyər arteriyalarında venoz qan axır, bir də göbək ciyəsi arteriyalarında venoz qan axır. Yəni neçə növ dediyinə görə ağciyər arteriyası və göbək arteriyasından, göbək ciyəsi arteriyasından söhbət gedir. 10-cu sual, fərdi seçmə tətbiq olunmaz. Fərdi seçmə biz öz-özünə tozlananlara tətbiq edirik. Yəni çarpaz tozlananlara tətbiq edilməz, digərləri öz-özünə tozlanır. Günəbaxan isə həşəratlarla çarpaz tozlanır. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. İnterferon virusların tərsinə qarşı insan orqanizmində sintez olunan zülaldır. 9-cu sinifdə viruslarla mübarizə var. Səhv eləmirəmsə mövzu 9 olmalıdır. Orada demək interferon, kimyəvi terapiya, bir də vaksin. Həmin hissədə verilmişdir interferon zülalı haqqında. 12. Mən özüm bəzi məlumatların yerini dərslikdən sizə çatdırmaq istəyirəm ki, çünki sonra videonun rəy bölməsində yazırlar ki, o hardadır, onu hardan tapa bilərik. Ona görə də özüm müəyyən məlumatları istəyirəm verim. Bir də buradan bir haşiyə çıxım. Həqiqətən video izahlarımın altından çox gözəl rəylər yazanlar var. Təşəkkür edirəm buradan da onlara. Həqiqətən məni də çox motivasiya edirsiniz. İzahlarımı çox bəyənirlər və hətta səsimin də gözəl olduğunu qeyd edənlər var. Çox sağ olun, təşəkkür edirəm, amma özüm gözəl olduğunu düşünmürəm açıqcası. Tamam, biz forslanmayaq, gedək izaha. 12-ci sual, Eyler-Venn diaqramında rənglənmiş hissə, yəni hər ikisi üçün ortaq olan hissəyə uyğun gələn ifadəni müəyyən edin. Ümumi degenerasiya aramorfoz 10-cu sinif makro təkamül, təkamülün yollarında verilib. Quruluşu sadələşdirirsə bu degenerasiyadır. Parazit həyat tərzindən keçməklə əlaqədar baş verir. Bu, məsələn, degenerasiyadır. Onlarda bəzi orqanlar, sistemlər degenerasiyaya məruz qalmışdır. Hər ikisi bioloji tərəqqiyə səbəb olur. Bir çox orqanlar yoxa çıxır, yenə də degenerasiyadır. Hər ikisi ümumi quruluşu yüksəlişə aparır. Əslində, ümumi tərəqqiyə gedirlər. Bu, biraz burada yerində oturmamış kimi gəlir bu cümlə. Ümumi quruluşu yüksəlişə, quruluşu deyirsə, əslində onlar aramorfozdur. Amma ümumi tərəqqiyə doğru gedirsə, hər ikisi tərəqqiyə doğru gedən yoldur. 13. Çox hüceyrəli heyvan orqanizmi yumurtalığında yetişmə zonasının sonunda əmələ gələn cəmi 20 dənə hüceyrə var. Heyvan orqanizmi yumurtalığı deyirsə, 20 hüceyrə əmələ gəlibsə, deməli 4 hüceyrə daxil olub ki, sonda 20 dənəsi əmələ gəlib. Maksimum neçə hüceyrə mayalanma zamanı erkək qametlə birləşə bilər? Demək, erkək qametlə birləşə bilərdir. Yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn hüceyrələr haploiddir. 4 yox, 5. Belə də bilmirəm. 5 hüceyrə demək daxil olub ki, meyvəzinin sonunda bir hüceyrədən 4-ə əmələ gəlir. Ona görə də sonda 20 dənəsi əmələ gəlib və maylamada iştirak edə bilər sadəcə dişi qametlər. Dişilərdə bir hüceyrə daxil olanda sonda bir dənə qamet əmələ gəlir. Ona görə 5 hüceyrə daxil olsa, demək ki, 5 dənə də qamet əmələ gələ bilər. Digərləri yönəlici cisimciklər olacaq. 14. Yanlış fikri müəyyən edin. Qidalanma tipinə görə bakteriyalar avtotrof və heterotrof olur. Bakteriyalar yeganə canlılardılar ki, bütün qidalanma tiplərinin bütün formalarından istifadə edirlər. Xemotrof bakteriyalar qeyri-üzüm maddələrdən üzüm maddələr sintez edir. Bəli, bu avtotrofdularsa, bunlar qeyri-üzüm maddədən üzüm maddə sintez edir.
Bütün fototrof bakteriyalar ətraf mühitə oksigen xaric edir, yanlışdır. Çünki qırmızı və yaşıl bakteriyalar 10-cu sinif mövzu 6 olmalıdır. Orada onların reaksiya tənlişləri verilib və onlardan qırmızı yaşıl bakteriyaların hidrogen mənbələri fərqli olduğuna görə ətraf mühitə oksigen xaric etmirlər. 15. Yaşıl quş mamırının nəsil növbələşməsi hansı bənddə düzgün verilmişdir? Zigotdan qutucuq düzəlir, qutucuğun içərisində sporlar olur, sporlar düşüb protoniyamaya düzəlir. Protoniyama üzərində tumurcuq olur, o da yetkin bitkiyə başlanğıc verir. Düzgün cavabımız A variantı olacaq. 16-cı sual. Cədvələ əsasən səhv bəndi müəyyən edin. Deməli, X caynağı var, pulcuğu var, lələk yoxdur. Bu bir sürünən ola bilər. İndiyə görə X haqqında düzgün fikirlər varmı? 3 kameralı ürəyə malik ola bilərmi? Bu düzdür. Bir qan dövranına malik olan canlı, məsələn, pulcuğu varsa balıq deyə düşünək, amma balığın caynağı olmaz ki, elə yanlışımız bu olar. Digərlərinə baxaq. Y-in caynağı da var, pulcuğu da var, lələyi də var. O zaman bu bir quşdur. Sabit bədən temperaturuna malikdir, düzdür. 2 qat tənəffüs edir, düzdür. Z-in caynağı yoxdur, pulcuğu var sadəcə. Məsələn, bu balıq olsun. Sürünən və yaxud da sürünən ola bilər. Aha. Sürünənlər sinifinə aid ola bilər. Sürünənlərdən caynaqsız sürünən, məsələn, ilan caynaqları yoxdur. Yəni, bu da doğrudur. Düzgün cavabımız elə Y variantı olacaq. 17. Biokimyəvi kriteri bəzi hallarda özünü doğrultmur. Buna səbəb, orada demək mutasiyalar baş verir deyə bu kriteri əslində ən dəqiq kriteridir. Sadəcə mutasiyalar onun dəqiqliyini şübhə altına salır, bəzən özünü doğrultmur. 18. Hansı canlılar işıq enerjisindən istifadə edərək, bax, diqqət edin gənclər, işıq enerjisindən istifadə edərək üzüm maddə sintez edir. Nüvəsiz fototroflar, məsələn, ola bilər, fotosintez edici bakteriyalardılar. Nüvəsiz xemotroflar günəş enerjisindən istifadə etməzlər. Nüvəli heterotrof niyə günəş enerjisindən istifadə etsin ki, bu şey heterotrofdur? Nüvəsiz heterotroflar, heterotrofdursa zaten günəş enerjisindən istifadə etməz. Nüvəli fototroflar, məsələn, elə ekaryotlardılar ki, 1 və 5. Məsələn, bura ola bilər bitki olsun, evglena olsun, volvox olsun. Yəni, kim ki fotosintez edir və nüvəlidir. 19. Birinci, demək, endoplazmatik şəbəkə və Holgi kompleksi. İkinci, ribosom və hüceyrə mərkəzi. Üçüncü, xloroplast və mitoxondri. Qruplaşmış orqanoidlər haqqında hansı fikir səhvdir? İkinci qrupdakı orqanoidlər membransız quruluşa malikdir. Ribosom və hüceyrə mərkəzi hər ikisi membransızdır, düzdür. Birinci qrupdakı orqanoidlər maddələrin daşınmasında iştirak edir. Aha, endo, daxili, Holgi, xarici daşıyır maddələri, düzdür. Üçüncü qrupdakı orqanoidlərdə ATF sintezi baş verirmi? Bəli, verir. Xloroplastın ATF-i ancaq özünə sərf olunur. Mitoxondrinin isə hazırladığı ATF hüceyrənin kimyəvi reaksiyalarında istifadə olunur. İkinci qrupdakı orqanoidlər zulal sintez edir. Ribosom amma hüceyrə mərkəzi yox. Ona görə yanlışımız da budur. Digərləri də bəli, 2 membranlıdırlar. 20-ci sual. Verilən canlılarda hansı dəri əzələ hissəsinə malik deyil? Dəri əzələ hissəsi qurdlarda olur. Adında qurd olsa da gəmi qurdu ikitaylılara aid idi. Mollusklara aid idi. Ona görə də düzgün cavabımız D. 21. Hansı göbələklər əsasən taxıllar fəsilləsinin nümayəndələrində parazitlik edir? Penisil yetim heç parazit deyil, qov ağaclarda parazitlik edir. Pas göbələyi taxıl bitkilərində parazitlik edir və taxılçılığa ən böyük ziyan vuran göbələk desələr, elə pas göbələyidir. Çünki bitkinin fotosintez sahəsini azaldır və buna görə də bitkinin tamamən tələf olmasına gəlir. Bir var, məsələn, çovdar mamızı sürmə. Bu arada bu cavabı qeyd edeyim. Bir var, çovdar mamızı çovdarın çiçəyinə yoluxur. Hansı çiçəyə yoluxubsa, həmin çiçək məhv olur. Və yaxud da sürmə. Taxılla cücərdi, dənlə cücərdi, gəldi çiçəklərinin hansı çiçəklərinə yoluxdursa onları məhv edir. Bir də var pas göbələyi, ümumilikdə bitkinin vegetativ orqanlarını zədələyir. Buna görə də bitkinin məhvinə gətirib çıxardır. 22. Cədvələ əsasən X-i tapın. Qaraciyər sorucusunun fərd sayı 5-dirsə, bir qaraciyər sorucusunda 2 dənə sormac var idi. Sormaclarının sayı olsun 10. Öküz soliterinin fərd sayı N-nin qiyməti 10 idi, düzdür? 10 dənə olarsa, o zaman onun sormaclarının sayı 1 öküz soliterinin 4 sormacı var. Düzgün cavab olacaq 40.
Triploid xromosom dəstinə malik bitkilərin heç birinin hüceyrəsində olmur. Triploid xromosom dəstlilər ali toxumlu bitkilərdirlər, örtülü toxumlardır və bunların da heç birində hüceyrə mərkəzi olmaz. 24. Göl qurbağası haqqında hansı fikir yanlışdır? Maylanması xaricidir. Bəli, kürü tökürdü. Çünki ətraflarında cəmi 18 barmağı var idi. Düzdür. Ön ətraflarında 4-4, arxa ətraflarında 5-5. Cəmi 18 edir. Döş sümüyü qurşaq skeletinə aiddir. Bu da düzdür. Çünki qabırğalar yox idir. Üzmə pərdələrinin sayı 10 ədəd yox. 5 dənə barmaq arasında 4 dənə üzmə pərdəsi olur. Toplam 2 ətrafında, ayaqında birlikdə 8 dənə olacaq. Ürəyində ara kəsmə olmur. Bu da doğrudur. 25. X, Y, Z arasında olan asıllıq. Aha. Demək, ön ətraf qurşağında olan sümüklərin sayı çöl göyərçində 6 dənədir. 2 körpü, 2 kürək, 2 qarğa sümüyü. Göl qurbağasında 7 dənədir. 2 körpü, 2 kürək, 2 qarğa, bir dənə də döş sümüyü. Cəld kərtəncələdə də yenə 2 körpü, 2 kürək, 2 dənə də qarğa sümüyü. Deməli, X ilə Z bir-birinə bərabərdir və bunlar Y-dən kiçikdir D variantı olacaq. 26. Verilən ifadələrdən hansı doğrudur? DNT molekulunda timin nukleotidi maksimum 3 rabitənin əmələ gəlməsində iştirak edir. Maksimum 3 yox, 4. Əgər timin ortada gələrsə, tutaq ki, timin qarşısında adenində nukleotid kimi yazmıram da, özümüz başa düşək. Yuxarı aşağı demək nukleotidlərlə birləşir və qarşı tərəfdən də 2 dənə rabitə ilə aden ilə birləşir. Yəni maksimum 4-dür. DNT molekulunun ikiləşməsi zamanı hidrogen rabitələrinin əmələ gəlməsi nəticəsində nukleotidlərin sayından hidrogen rabitələrinin yox, kovalent rabitələrin əmələ gəlməsi nəticəsində nukleotidlərin sayından bir vahid az su ayrılır. Burada kovalent rabitə olmalıdır bir zəncirdə. DNT-də sitozin nukleotidi ilə başa çatan tripletlərin 15 növü amin turşularının kodlaşmasında iştirak edir. Bu doğru olacaq. Çünki DNT-də stop kodlar ATT, ATS və AST-dir. Sitozinlə başa çatan burada bir dənə tripletimiz var. Ümumiyyətlə, hər nukleotidlə başlayan, məsələn, adeninlə başlayan 16 triplet varsa, 16 dənə triplet adeninlə bitir deməkdir. Amma adeninlə başlayıb adeninlə bitir desə, bu 16-nı bir də 4-ə böləcəksiniz. Onda olacaq 4 dənəsi. Adeninlə başlayır, adeninlə bitir. İndi bizə də deyir ki, sitozinlə başlayan deməli 16 növ triplet var ümumiyyətlə. Amma bunun biri ATS stop tripletini əmələ gətirir deyə 15 növü amin turşularının kodlaşmasında iştirak edir. 27. Hansı qurdun həzm sistemində qidanın hərəkət istiqaməti bir tərəflidir? Demək ki, onun anal dəliyi var ki, o qidanı bir istiqamətli. İki istiqamətli oldu ki, ağızdan alır, bir də təzədən ağıza qaytarır, xaric edir. Bir istiqamətli oldu ki, ağızdan uddu və salam, anal dəlikdən xaric oldu. Burada da demək, anal dəliyi olan, sap qurdlara aid olan uşaq biz quyruğudur. İlk dəfə ümumiyyətlə sap qurdlarda yaranmışdır anal dəlik. 28. Yaşıl Evglena Volvoxdan fərqli olaraq miksotrof qidalanır. Bunun hər ikisi miksotrofdur. Qamçılarla hərəkət edir. Hər ikisinin qamçıları vardır. Çoxlu xromatofora malikdirmi? Bəli. Evglenada 20-25 ədəd xromatofor olur. Volvoxda isə bir dənə olurdu. Demək, Evglenada bir hüceyrəsində 20-25 ədəd xromatofor olur. 29. Çoxalması zamanı sürfə mərhələsi olmur. Deməli, inkişafı düzünədir. Ki, sürfə mərhələsi olmur. O zaman öküz solterinin sürfəsi qaraciyəri soxulcan düzünə inkişafı var idi. Bunlarda sürfə olmaz. 30. Zolaqlı kərtənkələ haqqında hansı fikir yanlışdır? Ürəyi 3 kameralıdır. Bəli, sürünənlərin ürəyi əksəriyyəti 3 kameralıdır. Bir dənə timsahda 4-dür. Dad bilmə orqanı vardır. Da cəmaatın ağzında dili var da. 2 qan dövranı var. Bəli, onurğası 5 şöbədən ibarətdir. İlk dəfə ümumiyyətlə sürünənlərdə onurğa 5 şöbəli oldu. İstiqanlıdırmı? Yox. İstiqanlı sadəcə quş və məməlidir. Başqa bir istiqanlı axtarmayın. 31. Kilkələr sümüklü balıqların hansı dəstəsinin nümayəndələridir? Əsil kilkələr və siyənəklər siyənəkçimlər dəstəsinin nümayəndələri idi. 32. Yanlış fikri seçin. Neştərçə ayrı cinslidirmi? Bəli. Balıqların qidasını təşkil edirmi? Bəli. Onurğalılar yarım tipinin nümayəndəsidir? Yox. Kəlləlilər digər adı onurğalılardır.
Kəlləsizlər, kəlləsizlər. Bax elə bu neşterçə aid idi bura. Bir də var idi sürfəsi xordallar. Bunlar xordallar tipinin 3 dənə yarım tipləri idi. 33. Cavidgilin ailəsi ata, ana, bacı və qardaşdan ibarətdir. Bu ailə üzvlərinin karyotipindəki X və Y cinsi xromosomlarının sayı normalda necədir? Deməli, bax, burada Cavidin özü var, ata var, bir də qardaş var. Deməli, 3 dənə X, Y var. Ondan sonra ana var, bacı var. Deməli 2 dənə də dişi fərd var. O zaman 3 burada da 2-yə vuranda 4. 7 dənə X olacaq bunlarda cəmi. 2 dişi fərdin hərəsində 2 dənə X cinsi xromosomu var da. 3 dənə də erkəyin hərəsində bir dənə olmaqla 3 dənə də bu. Toplam 7 X-in demək 3 Y-ə nisbəti olacaq. 34. Şəkilə əsasən verilən fikirlərdən hansı doğrudur? 1. Sürünəndir. 2. Sağ aorta qövsü çıxıb quşdur. Yəni B. 3 də məməli heyvandır. Və bizə deyir ki, hansı doğrudur? A canlısı soyuqqanlı heyvandır, sürünəndir. Deməli, soyuqqanlı heyvandır, düz. B canlısına diri bala doğma müşahidə edilə bilər. Quşların heç birində diri bala doğma yoxdur. C canlısı əzələvi diafraqmaya malikdir. Bəli, məməlilər əzələvi diafraqmaya malikdir. B canlısında pəncə lüləsi ola bilər. Bəli. A canlısında dəri tənəffüsü əsasdır. Sürünənlərdə dəri tənəffüsü yoxdur. C canlısında dişlər olmur. Məməlilərdə dişlər var. 1, 3, 4 düzgün cavab olacaq A variantı. 35. Verilmiş qida zəncirində birinci və üçüncü konsumentləri birləşdirən ən kiçik sistematik takson. Deməli, birinci konsument kərtənkələ nədir bu şeyin adı? Allah, çərkədir. Bir də üçüncü konsumentdəki budur, ilandır. Bu buğumayaqlar tipinə aiddir. Bu xordallar tipinə aiddir. Deməli, bunlar tipdə birləşmədilər. O zaman tipdən aşağı olan sistematik kateqoriyaların heç birində birləşməyəcəklər. Onlar da ayrıdırlar. Bunlar hər ikisi heyvanlar aləminə aiddir. 36. Bir DNT molekulunda tərkibində 2 ədəd oksigen olan azotlu əsas olmarsa, azotlu əsaslardan timində 2 dənə oksigen var, bir də urasildə. İndi biz DNT deyirik, söhbət timindən gedir. Molekulda timin yoxdursa, onun komplementarı adenin də yoxdur. O zaman bu molekulumuz guanin və sitozinlərdən təşkil olunub. Amin turşusu kodlaşdıran neçə triplet olar? 2 növ nukleotidimiz qaldı. Bu nukleotidlər 3 üst birləşib 8 triplet əmələ gətirir. Adeninlə timin olmadığına görə bu tripletlərin içindən stop triplet yoxdur. O zaman 8 dənəsinin hamısı kodlaşdırır. 37. Cədvələ əsasən düzgün mülahizəni seçin. X yumurta hüceyrəsi var, yumurtacıq və yumurtalığı yoxdur. Məsələn, ola bilər yumurta hüceyrəsi var. Ola bilər mamır, qıcı, yəni ali sporlu, ibtidai sporlu bitki ola bilər. Baxırıq X, düzgün axtarırıq bu arada biz. X-də çılpaq toxumlu bitki verib olmaz. Y-ə baxıram. Yumurta hüceyrəsi də var, yumurtacığı da var, lıq yoxdur. Yumurtalıq yoxdursa bu çılpaq toxumludur. Çılpaq toxumlularsa, məsələn, Y2 evli bitkidir. Çılpaq toxumlular 2 evlidirlərmi? Yox. Erkək qametləri qamçılı bitkidir. Çılpaq toxumlularda əslində var. Çılpaq toxumların bir dənə sinifi var, saqovniklər. Onların spermatozoidləri var. Bir dənə o sinifdə var idi. İndi daha dərslikdə yoxdur deyə biz onu götürmürük. Y izogamiya tipli qametlər əmələ gətirir. Bunlarda anizogamiya olar, izogamiya olmaz. Z-də baxıram, yumurta hüceyrəsi də var, yumurtacığı da var, yumurtalıq da varsa bu bir örtülü toxumludur. O zaman çiçəyə malik olan bitki ola bilər. 2 cinsli, 1 cinsli. Daha fərq etməz. Yumurtacığı var çünki. 38. Kərtənkələnin hansı rəqəmlə verilmiş beyin şöbəsi müvazinəti təmin edir? Gənclər, bu arada bunu diqqətinizə çatdırım. Abituriyentlər üçün xüsusilə deyirəm. Müəllimlər də faydalansınlar. Onurğalıların beyin şöbələrinin quruluşlarına diqqətlə baxın. Bax, bu tipli suallar imtahanlarda rastımıza çıxa bilər. Müvazinəti təmin edir. Beyincik burada 2 rəqəmi ilə göstərilib. Düzgün cavabımız
D variantı olacaq. 39 x üstəgəlsin y ifadəsinin qiymətini hesablayın. Aha. Demək, yuxarı ətraflıların qurşaq hissələrinə birləşən sümüklərin cəmi. Yuxarı ətraflıların dedikdə hər iki ətrafı nəzərdə tuturuq. Deməli, qurşaq hissəsinə birləşir oradan 2 dənə bazu, birdən də döş sümüylə körpücük sümüyü birləşir axı. Yəni, x-in qiyməti olsun 3. Said nahiyəsinə aid olan sümüklərin cəmi, yəqin ki, hər iki ətrafda said hissə nəzərdə tutulur. Saiddə də mil dirsək adlı 2 dənə sümük var. 2 dənə saidimiz olduğuna görə 4. O zaman x-lə y-in cəmi olacaq 7. Və 40-cı sual. Verilmiş fikirlərdən hansı doğrudur? Hörümçəklərin bədəni xitinlə örtülmüşdür. Bəli, boğulmayaqlarda xitinlə örtülü bədən vardır. Əqrəblər diri bala doğururlar. Bu da doğrudur. Ensefalit xəstəliyini gənələr törətmir. Gənələr yayır, özdə otlaq gənəsi yayırdı. Ensefaliti törədən RNT tərkibli virusuydu. Cücülərin inkişafı dolayı yolla gedir. Bəli, hamısı sürfə mərhələsi keçirdir. Cücülərin əksəriyyətində 3 cüt ətraf olur. Bəli, ayaqlarının sayı 3 cütdür. Deməli, bir dənə 3-dən başqa o zaman düzgün cavabımız olacaq E variantı.